Kəlbəcərin möcüzəsi təmiz havası, sərin bulaqları, min dərdə dəva çiçəkləri, əzəməti, enerjisi ilə Bakıya gəlib. Kənd Baba Kəlbəcər balını sizə yollayıb. Kənd Babanın Kəlbəcər balı Duty Free-nin, Port Bazarın bəzəyidir, balların şahıdır. Kənd Baba Kəlbəcər təbiətinin ürəyindən süfrənizə süzülən ruhdur. İndi sifariş edin. Vallah, əsl Kəlbəcər balı hər zaman tapılmır. Salam, hər vaxtınız xeyir olsun, dəyərli Media Türk TV izləyiciləri. Gündəm Masada verilişinin bugün olan növbəti canlı yayın buraxılışı ilə sizin qarşınızdayıq. Hər zaman olduğu kimi ən önəmli mövzuları və insanlarımızı, cəmiyyətimizi düşündürən vacib gedişata dair gerçəklikləri masa ətrafında müzakirə etməyə çalışacağıq. İlk saniyelərdən daimi seyircilərimizdən önəmli ricamızı xatırladırıq. Mütləq yayımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın ki, baş verən hadisələrə dair müzakirə edəcəyimiz mövzuları daha geniş auditoriya sizinlə birlikdə daha geniş təbii ki kütlə Media Türk TV vasitəsilə izləyə bilsin. Və bu saat olan buraxılışımızın isə dəyərli qonağı Milli Məclisin üzvü deputat Cavanşir Feyziyev bizimlə birlikdədir. Studiyamızda hər vaxtınız xeyir olsun. Salam deyirik Cavanşir bəy. Dəvətimizi qəbul edib studiyamızda olduğunuz üçün təşəkkür edirik. Mühüm hadisələr var. Bütün dünyanın gündəmi, İranda yaşananlar və onun ətraf bölgələrə təsirləri, bugünkü nəticələri və gələcək hadisələrə doğru yönəlik bir çox məsələlər özündə əks etdirir. Hətta qardaş Türkiyə ictimaiyyəti də bu məsələlərlə bağlı son vaxtlar İsrail rəsmiləri ilə aralarında olan müxtəlif fikir ayrılıqlarını və kəsin reaksiyalarını da büruzə verən açıqlamalarla yadda qalınır. Həm Türkiyənin özündə, həm İsraildə. Xüsusilə də Hakan Fidanın açıqlaması böyük rezonans yaratdı. İctimaiyyət daxilində o qeyd etdi ki, İsrailin İrandan sonraki növbəti hədəflərin içərisində Türkiyə də var. Yenə də Türkiyə mediasına baxdıqda elə bu məsələlərin müzakirəsini görürük, amma mən deyərdim ki, bəlkə də ilk dəfədə bu qədər geniş şəkildə belə bir məsələ yüksək rəsmli dövlət qurumlarının rəhbərlərindən biri elə Hakan Fidanın özü tərəfindən dilə gətirilir. Hətta bildiyim qədərilə Netanyahunun da bəzi Türkiyə hakimiyyətinin ünvanına sərt ifadələr səsləndirməsini görməkdəyik. Qarşılıqlı olaraq buna qədər Türkiyə hakimiyyəti tərəfindən də bu fikirlər səslənirdi, amma Netanyahunun buna bir aqressiv ritorika ilə yenidən əlavələr etməsi istənilən halda Türkiyə və İsrail gərginliyini yenidən ortaya gətirir, büruzə verir. Hətta Türkiyənin İranla müharibə, İranda baş verən proseslərə müdaxiləsi ehtimalları ilə bağlı da bir çox suallar var. Bunlara toxunaraq, amma İran özündən başlayaq, daha sonra Türkiyə məsələsi də burada önəmlidir. Bugünkü İranın düşdüyü durumu, hazırki vəziyyəti necə qiymətləndirmək olar? Və Kəngər boğazı tarixi adıyla qeyd edilsə, indiki formada Hörmüz boğazı ətrafında Amerika Birləşmiş Ştatları sözün həqiqi mənasında İranı blokad edib mühasirə vəziyyəti içərisində, amma İran iddia etməyə çalışır və dünya da sanki elə bir görüntü təqdim edir ki, mən əksinə yolu bağlamışam, boğazı bağlamışam, mühasirəni də blokadını təşkil edən mənəm. İndi kimə inanaq, real vəziyyət nədən ibarətdir sizcə? Əslində blokada müharibə başlayan zamandan davam edir. İlk öncə İran siyasi rəhbərliyi Hörmüz boğazından gəmilərin keçməsini əngəlləyirdi və daha sonra hər gəmi üçün $2 milyon verməklə keçmək icazəsi verməyə başladı. Bu çox düşünülməmiş və çox ağılsız bir addım oldu İran tərəfindən. Çünki indi danışıqlar pozulduğu bir zaman, danışıqlar nəticə vermədiyi bir zaman Amerika Birləşmiş Ştatları özü İranın su sərhədlərini blokadaya aldı. Yəni, indi İran çıxılmaz vəziyyətdədir. Çünki Amerika Birləşmiş Ştatlarının 15 hərbi gəmisi hal-hazırda boğazda növbə çəkir və bütün gəmilərin oradan sərbəst şəkildə istifadə etməsini təmin edir. Amma əvəzində İrana daxil olan və ya İrandan çıxan gəmilərin hərəkəti dayandırılıb. Amerika Birləşmiş Ştatları tərəfindən. Və İran hakimiyyətinin rəsmiləri bəyan edirlər ki, bu qeyri-qanuni addımdır. Güya ki, İran tərəfindən Hörmüz boğazının bağlanması qanuni addım idi. Əslində, Hörmüz boğazını bağlamağa heç kimin haqqı yoxdur. Çünki Hörmüz boğazı 3 yerə bölünür. Var sahil yanı ərazi İrana məxsus olan, var Omana məxsus olan sahil yanı ərazi, bir də var beynəlxalq ərazi. Yəni, iki ölkəyə məxsus olan sahil yanı ərazidən başqa, sahil boyunca olan su ərazisindən başqa, ortada beynəlxalq naviqasiya
zolağı var. Və oradan keçid pulsuzdur və heç kim o keçidə mane ola bilməz. Bu beynəlxalq ərazidir. Bütün dünyanın istifadəsində olan neytral ərazidir. Və İran müharibənin başlanğıcında oranı bağlamaqla güya ki, dünya iqtisadiyyatını iflic vəziyyətə salmaq istəyirdi. Düzdür, bunun iqtisadi proseslərə təsiri oldu, amma bu dözülməli təsirdir. Yəni, bir neçə gün tutaq ki, hansısa mal gecikəcək, bir ay gecikəcək və yaxud neft qiymətləri müəyyən qədər qalxdı. Bu da həmişə olan hadisələrdir. İndi, məsələn, bir zaman neft qiymətləri 145-150 dollara qalxmışdı bir barel üçün. İndi cəmi maksimum 110 dollara qalxıb. Yəni, elə kritik deyil. Üstəlik, bütün ölkələrin neft məhsulları ilə bağlı öz strateji ehtiyatları var. Və həmin strateji ehtiyatlar müxtəlif ölkələr üçün müxtəlif həcmdədir. Bəziləri üçün 2 ay, bəziləri üçün 3 ay, bəziləri üçün 1 ay həcmdə strateji ehtiyatları var. Ona görə qısa müddətli 1, 2, 3 aylıq hətta hansısa bir ərazidə münaqişə ucbatından gəmilərin hərəkətinə problem yaranarsa, hələ də dünya ölkələri əsasən öz ehtiyaclarını ödəyə biləcəklər. Amma şübhəsiz ehtiyatlar azaldıqca qiymət də qalxır. Bu bir şantajdır. Əslində dünyanı şantaj etmək idi İran tərəfindən. İndi Amerika Birləşmiş Ştatları isə İslamabaddakı danışıqlar nəticəsiz qurtardığına görə İranın özünün dəniz boyunca çıxış və girişini qadağan etdi, blokadaya aldı. Və bu, düşünürəm ki, İran üçün çox çıxılmaz vəziyyətdir. Çünki onsuz da İranın iqtisadi vəziyyəti acınacaqlıdır. Və indi İrandan xaricə ixrac üçün çıxarılan mallar çıxarıla bilmir, idxal olunan mallar idxal oluna bilmir. Və qısa bir müddətdə bu İran üçün daha böyük problem yaradacaq, nəinki müharibənin özü. Çünki 90 milyonluq əhalini ərzaqla təmin etmək lazımdır. Sonra dövlətin büdcəsinə vəsait daxil olması üçün İran özü ixrac etməlidir öz neft məhsullarını ki, edə bilmir. Ona görə də bu da düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının Trump'ın dili ilə desək kartlarından biridir. Və bu anda, bu məqamda Trump bu kartı işlətməyə qərar verib. Və düşünürəm ki, buradan çıxış yolu yoxdur. İran əvvəl-axır Amerika Birləşmiş Ştatları ilə razılaşmaya gəlməlidir və yalnız bundan sonra bu qadağalar qismən aradan qaldırıla bilər və vəziyyət nisbətən sabitləşə bilər. Bəli, bunları biz gözləyirik, çünki Amerika Birləşmiş Ştatları da bu istiqamətə dəfələrlə öz mövqeyini açıq şəkildə dilə gətirir. Amma İran tərəfinin buna reaksiyası elə bir dərəcədədir ki, biz dəfələrlə bu ifadələri işlətmişik. Yəni, müharibənin və gedişatın nəticəsində itkilərə məruz qalan tərəflər, yəni digər tərəf arasında fərq olmalıdır hansısa bir məqamda. Yəni, bunu müqayisə edə bilərik. Bugün Amerika Birləşmiş Ştatları daha çox itkilərə məruz qalır, yoxsa İranın itkiləri daha çox? Nəticə etibarilə gözlə görünür ki, bu müqayisə oluna bilməyən rəqəm, fərq və orada göstəricilər üstünlük, yəni burada Amerika Birləşmiş Ştatları itkiləri demək olar ki, minimum dərəcədə də maksimal göstəricilər isə İranın payına düşür. Yəni burada İran adına deyəcəyimiz müsbət, pozitiv məqam yoxdur. Yəni itkilər en qədərdir, çox şeylərdən bəhs etmək olar, amma itkilərlə müqayisə olunmayacaq formada İran tələblər ortaya qoyur. Sanki elə tələblər ortaya qoyur ki, sanki belə çıxır ki, İsrail və Amerika Birləşmiş Ştatları bu qədər itkilərə məruz qalıb, sanki generalları öldürüblər, əsirliyə götürüblər. Yəni sanki elə bir ki, Amerika Birləşmiş Ştatları və İsrail məğlub olub, indi İran onların qarşısında şərt irəli sürür və bu şərtləri də qarşı tərəf qəbul etməlidir və belə bir tragikomik və qəribə bir situasiya əmələ gəlib. Bu belə bir məqamda hər halda tərəflərin razılaşması və tərəflərin razılaşması ilə bərabər Amerika Birləşmiş Ştatlarının bunu qəbul etməsi olduqca qeyri-məntiqi səslənə biləcək bir prosesdir. Amma nədənsə Amerika Birləşmiş Ştatlarına, İsrailə və bütün dünya, yenə də İran bunları nümayiş etdirir, göstərir ki, bəli, onlar oturmalıdırlar, məndən qəbul etməlidirlər, razılaşma, amma bu şərt heç bir şeyə gətirib çıxarmayacaq. Necə ki, birinci görüş. Təsəvvür edin, tərəflər 24 saata yaxın danışıq aparıblar, durmadan, yəni belə arada yəqin ki, müəyyən bir fasilələr ola bilsin ki, olub. Amma ki, 20 saat və təqribən 20 saatdan artıq danışıqlar, sıfır bir nəticə. Bu dəfə ikinci bir görüş gözləntisi var. Sizcə, hansı şərtlərlə
və ya İran tərəfi və Amerika Birləşmiş Ştatları bir ortaq nöqtə tapa bilərlər. Yəni o olacaqsa ortaq nöqtə tapılacaq. Əgər yoxdursa elə bir təbii ki bu şərtlər indi İran tərəfinə yəqin ki yenidən dilə gətiriləcəksə, uranın zənginləşdirilməsini imtina etmirik, nüvə silahını ələ keçirəcəyik və ya gəlib boğaza nəzarət edəcəyik. Bu istiqamətdə arqumentlər olacaqsa, o zaman Amerika Birləşmiş Ştatları nə reaksiya verə bilər sizcə? Məncə İran hakimiyyəti tərəfindən verilən bəyanatlara bir mənalı yanaşmaq düzgün deyil. Onların danışıqlar zamanı özlərini necə aparması və danışıqlardan kənarda, məsələn, Sepah rəhbərliyinin hansı bəyanatlar verməsi, bunlar ayrı-ayrı məsələlərdir və ayrı-ayrı məqsədlərə xidmət edir. Siz də görürsünüz ki, Sepah rəhbərliyi hər gün onların mətbuat xidməti çox odlu, alovlu bəyanatlarla çıxış edir. Az qala bütün dünyanı məğlub etmiş dövlətin təmsilçisi kimi danışırlar. Və inadlarından dönməyəcəyini və nüvə silahı əldə edəcəyini və Amerikanı diz çöktürəcəyini, İsraili yox edəcəyini bəyan edirlər. Davam edirlər bunu bəyan etməkdə. Amma danışıqlarda vəziyyət bu cür deyil. İndi İslamabadda keçirilən danışıqlar barəsində məlumat verən bəzi mənbələr bildirirlər ki, İran təmsilçiləri Amerika Birləşmiş Ştatları tərəfindən irəli sürülmüş bütün şərtləri dinləyərək, onların sadəcə bu şərtləri öz rəhbərlərinə çatdıracaqlarını bildiriblər. Yəni onlar fikir bildirməyiblər heç bir. Onlar deyiblər ki, biz bilmirik, biz bu şərtləri ali dini liderlə müzakirə etməliyik. Ali dini liderə zəng etmək olmaz, çünki onun təhlükəsizliyini təmin etmək məqsədi ilə ona biz buradan zəng edə bilmirik ki, onun yeri bəlli olar. O yüzden biz qayıtmalıyıq İrana, onunla görüşməliyik, ona bu danışdıqlarımızı təqdim etməliyik. O nə cavab versə onu qayıdıb sizə deyəcəyik. Yəni görüş zamanı İran nümayəndə heyətinin davranışı deyilənə görə, bəzi mənbələrin verdiyi məlumata görə bu cürdür. Amma mətbuata açıqlamalarda çox ritorika həddindən artıq siz dediyiniz kimi üsyankardır. Ona görə də ümumiyyətlə müharibə gedişində, müharibə iki istiqamətdə gedir. Bir döyüş bölgəsində, bir də informasiya cəbhəsində. İnformasiya müstəvisində səslənən hər bir fikir heç də reallığı əks elətdirmir. Heç də doğru xəbər deyil, heç də doğru bəyanat deyil. O daha çox siyasi açıqlamadır və onun məqsədləri başqadır. İlk növbədə daxili auditoriyaya, ölkə əhalisinə göstərmək üçün ki, biz məğlub olmamışıq. Yəni, özlərinin hakimiyyətdə qalmağını uzatmaq üçün, yerlərini möhkəmləndirmək üçün öz xalqı qarşısında döyüşən tərəflərin hakimiyyətləri həmişə qalib gəldiyini söylüyor. Cəbhə bölgəsində kilometrlərlə geri çəkilsə də, istənilən döyüşən tərəflər bu üsullardan istifadə edirlər informasiya müstəvisində. Cəbhə bölgəsində geri çəkilsə də xalqa müraciətdə həmişə qalib gəldiyini söyləyirlər. Və İrandan verilən bəyanatlara da bu cür yanaşmaq lazımdır. Amerika Birləşmiş Ştatlarının mövqeyinə gələndə biz görürük ki, Amerika Birləşmiş Ştatları hətta öz mövqeyində bəzi yumşaldıcı addımlara da gedib. Məsələn, ilkin şərtlərdə uranın zənginləşdirilməsindən birbaşa bir dəfəlik imtina etmək və zənginləşdirilmiş uranı təhvil vermək, balistik raketlər istehsalını məhdudlaşdırmaq, xarici ölkələrdə olan proksi qüvvələrə maliyyə dəstəyini dayandırmaq kimi tələblər də olsa da, indiki şərtlərdə bunların ən azı ikisini biz görmürük. Balistik raketlərlə bağlı hər hansı bir bənd yoxdur son danışıqlarda və proksi qüvvələrlə bağlı şifahi olaraq deyilir, amma yazılı şərtlərdə bu yoxdur ən azından. Və bu o deməkdir ki, Amerika Birləşmiş Ştatları əslində kifayət qədər güzəştə gedib ki, bu razılaşmanı, sülhü əldə etmək üçün. İndi növbə İranındır. İran buradan maksimum dərəcədə faydalanmaq istəyir. İran, məsələn, açıq bəyanatlarda tələb edirlər ki, onlara təzminat ödənilməlidir, 270 milyard dollar həcmində falan. Bütün bunlar absurddur. Yəni, Amerika Birləşmiş Ştatları İrana təzminat ödəyəcək belə bir
absurd fikri heç İranın özündə də heç kim inanmır. Və onu səsləndirən adamlar da inanmır buna. Amma sadəcə o ictimaiyyət üçün deyilən bir bəyanatdır, verilən bəyanatdır. Onun hadisələrin real gedişinə... Siyasətçidən bunu gözləmək, o... Bəli, hadisələrin real gedişinə bunun heç bir aidiyyəti yoxdur. Və Donald Trump da eyni informasiya, daha doğrusu dezinformasiya üsulundan istifadə edir. Məsələn, indi heç kim bilə bilməz, Donald Trump bu ateşkəs müddəti bitəndən sonra müharibəni davam etdirəcək, yoxsa yox. O, əslində, indiki vəziyyətdə çox sulhpərvər kimi görünür. Hətta güzəştlərə getdiyini bildirir. Tək ki, İranla arasında razılaşma əldə olunsun. Amma eyni zamanda minlərlə hərbiçiləri də Körfəzə yaxınlaşdırır. Və hətta piyada qoşunlarını, dəniz piyadalarını və bu tipli quru əməliyyatları həyata keçirə biləcək qoşunları da Körfəz əhatəsindəki ölkələrdə yerləşən bazalarına toplayır. Və eyni zamanda aviadaşıyıcı gəmilər yenə də İran sərhədindən, sahilindən cəmi 200 kilometr aralıda yerləşdirilib. Yəni, bütün bunlar onu göstərir ki, Amerika Birləşmiş Ştatları hücumları davam etdirə bilər. Ümumiyyətlə, əgər Amerika Birləşmiş Ştatları İranı doğrudan da tamamilə çöktürmək istəsəydi, bunu çoxdan edərdilər. Məsələn, Xark adası ilə Bəndər Abbası iflic eləsəydilər, İran hakimiyyəti çökəcəkdi. Amma Donald Trump özü bəyan etdi ki, bizim İranın iqtisadi infrastrukturuna zərər vermək niyyətimiz yoxdur. Baxmayaraq ki, İran, tutaq ki, Amerikanın tərəfdaşları olan, partnyorları olan ölkələrə, Birləşmiş Ərəb Əmirliklərinə, Omana, Bəhreynə, Küveytə, Səudiyyə Ərəbistanına raketlər atır və bir çox hallarda bu hərbi sənaye ilə bağlı olmayan obyektləri vurur. Buna baxmayaraq, Amerika hərbiçiləri bunu etmirlər. Amerika hərbiçiləri sırf İranda yerləşən hərbi bazaları, dövlət strukturlarına aid binaları hədəf alırlar. Və bu da məlumdur, aydın məsələdir. Amerika Birləşmiş Ştatları bir halda ki, müharibə edir və müharibənin səbəbləri də aydındır. Və bu səbəblər aradan qalxana qədər həmin hədəflər qanuni hədəflər sayılır. Çünki onlar hamısı İranın hərbi qüdrəti ilə bağlıdır, hərbi gücü ilə bağlıdır. Və aydın məsələdir ki, döyüşən tərəflər biri digərinin hərbi gücünü məhv etməlidir. Amerika Birləşmiş Ştatları ilə başlamaz, müharibədən xeyli əvvəl, yəni aylar öncə, illər öncə də bu xəbərdarlıqları dəfələrlə verildi ki, biz nöqtə zərbələri indirəcək. İran çox özünü arxayın şəkildə danışır, amma onların hərbi qərargahlarının, siyasi cəhətdən fəaliyyətlərin idarə edildiyi mərkəzlərin hamısının bizdə dəqiq koordinatları var və bir neçə saat ərzində biz zərgər dəqiqliyi ilə vurub hamısını iflic vəziyyətə gətirib çıxarıb bilərik. Necə 28 fevralda elə başlar-başlamaz bütün elə İran rəhbərliyində təmsil olunan şəxslər aradan götürüldü. Yəni bu əslində hər kəs, bütün dünya ictimaiyyəti tərəfindən, hardasa böyük əksəriyyət tərəfindən görünəcək və gözləniləcək bir hadisələr idi. Yəni İran sadəcə bunu başa düşməli idi. Zamanında bəlkə də hansısa bir məsələlərdə geri addım atsaydı və Amerika Birləşmiş Ştatlarına ortaq məxrəc gəldə bilsəydi, bu cür hadisələrin biz şahidi olmazdıq. Amma rejim belə bu cür idarəçilik sistemində... Yəni, ortaq məxrəcə əslində bir dəfə gəlmişdilər. 2015-ci il danışıqlarından sonra Amerika Birləşmiş Ştatları, Avropa və İran arasında hansısa bir razılaşma əldə olunmuşdu. Və bu razılaşmanın nəticəsi olaraq İran üzərinə qoyulan sanksiyalar da yumuşaldılmağa başlamışdı. Gözəl variant idi. Amma daha sonra aydın oldu ki, İran bu yumuşalmadan istifadə edərək uranın zənginləşdirilməsinə başlayıb. Yəni, danışıqların, razılaşmanın əleyhinə olaraq, əksinə olaraq İran uran zənginləşdirilməsini davam etdirdi və onun zənginləşdirilməsini 60%-ə qədər yüksəltdi. Bu isə çox qısa bir müddətdə İranın atom silahı əldə etməsi deməkdir. Və buna əlbəttə dünya yol verə bilməz. Bu, təkcə Amerika Birləşmiş Ştatları üçün deyil, bütün dünya üçün təhlükədir. Nüvə silahının yayılmasını qarşısı alınmalıdır. Bu barədə
saysız-hesabsız sənədlər imzalanıb və qurumlar fəaliyyət göstərir bununla bağlı və belə bir şəraitdə hətta 91-ci ildə SSR-nin süqutundan sonra nüvə silahlarının ümumiyyətlə tamamilə məhv edilməsi haqqında da bir anlaşma olmuşdu Rusiya ilə Amerika Birləşmiş Ştatları və digər nüvə silahına malik olan ölkələr arasında. Amma çox təəssüf ki, İranın bu prosesə qoşulması və nüvə silahı əldə etmək arzusu və daha sonra Rusiyanın Ukraynaya müdaxiləsi bu prosesləri dayandırdı. Və Amerika Birləşmiş Ştatları nüvə silahının məhdudlaşdırılması proqramından çıxdı. Və ona görə dünya yenidən nüvə ilə silahlanma prosesinə sanki qoşulub və bu prosesdə daha əlavə bir dövlətin və İran kimi bir dövlətin nüvə silahı əldə etməsi təkcə region ölkələr üçün deyil, dünyanın bütün ölkələri üçün təhlükədir. Və bu təhlükənin qarşısını almağın da yolu bu razılaşmadır. Yəni, uranın zənginləşdirilməsindən imtina etmək və zənginləşdirilmiş uranı müvafiq qurumlara təhvil vermək. Məsələn, Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verilə bilər və yaxud nüvə silahına malik olan digər dövlətlərə, Amerika Birləşmiş Ştatlarına, Rusiyaya, Çinə, kiməsə təhvil verilə bilər və s. Amma İran bunların heç birinə getmək istəmir və bu 15-ci ildən bu yana baş verən hadisələr onu göstərir ki, İrana etimad da qalmayıb. Bir tərəfdən əgər razılaşma əldə olunubsa ki, İran uran zənginləşməsindən imtina edəcək, digər tərəfdən gizli şəkildə bunu edirsə, o zaman başqa bir yol qalmır. Bunun hər hansı bir şəkildə həll olunmalıdır. Müzakirəmizi davam etdirəcək Cavanşir bəy. Çox maraqlı məqamlar var. Burada aydınlaşdıracağıq hər birini. Qısa bir aradan sonra studiyamıza davam edirik. Yayımı bəyənib, kanala abunə olub, bildirimləri aktiv etməyi unutmayın. Bəli, bütün dünyanın əsas diqqət mərkəzində olan mövzu İran daxilində və ətrafında bölgəni əhatə edən bugünkü hadisələrdir. Real vəziyyət necə dəyərləndirilməlidir? Ortalıqda bugünkü baş verənlər və ortaya çıxan məqamlar gələcək üçün nələri deməyə əsas verir? Hansı şərait yarana bilər? Gözləntilər nələrdir? Müharibə yenidən gərginlik müstəvisində daha da sarsıdıcı, dağıdıcı zərbələrin endirilməsi istiqamətində Amerika Birləşmiş Ştatları və İsrailin növbəti əməliyyatlara keçid etməsi ehtimalı da bugün hələ də qalmaqdadır. Bu təhlükə tam olaraq İran rejimi üçün keçməyib, çünki onlar hələ də şərtləri tam olaraq qəbul etmək istəmirlər. Bu da yenidən müharibənin növbəti fazaya keçid etməsi ilə bağlı sualları və riskləri daha çox artırmaqdadır. Hər halda müharibənin davam etməsi ehtimalı da var. Danışıqlarda İran Amerika Birləşmiş Ştatlarının şərtləri ilə və tələbləri ilə razılaşacaqsa, bu zaman rejim hansı əsasla və nə kimi durumla bugünkü hansı mahiyyətlə öz yerini qoruyub saxlaya biləcək? Bu, hər halda rejimin qalması, rejimin getməsi ilə bağlı da bir çox məqamlar ilə bugünkü hadisələrin və proseslərin davamında hər halda ortaya çıxacaq. İran rejimi israrlıdır, müqavimət göstərir, hər mənada ki, öz yerini qoruyub saxlaya bilsinlər. Müxtəlif yollarla döyüş meydanında bunu bacara bilmədilər. İndi diplomatik yolla danışıqlar masasında da siz qeyd etdiyiniz məqamlar var ki, informasiya yönümlü belə deyək, təqdim olunan məlumatlar tamam başqadır. Kulis arxası, pərdə arxası məqamlar və kulisdə müzakirə olunanlar tamam fərqlidir. Səbahin danışıqları isə birbaşqadır. Yəni, bütün bunları bir araya cəmləsək, rejimin qalıb qalmaması və onun sonu necə olacaq, bununla bağlı da bir çox məqamlar bugün hələ də qalmaqdadır. O da təbii ki, Amerika Birləşmiş Ştatlarının şərtləri və onları İran rejiminin qəbul etməsindən çox şey asılıdır. Əgər qəbul etməyəcəklərsə, bu aydın məsələdir ki, Birləşmiş Ştatlar növbəti bir əməliyyatlar və s. keçirə bilər. Sabahki görüş çox önəmlidir. Əslində, növbəti bir raundun yenidən qardaş Pakistanın İslamabad şəhərində keçirilməsi gözlənilir. Bu görüşdə, bu danışıqlarda sizcə konkret hər hansı bir məsələdə razılıq əldə olunacaqsa, ümumi şərtlər dediyiniz istiqamətdə İran bununla hesablaşacaqsa, rejim necə özünü qoruyub saxlaya biləcək? Nəsə daxildən bir dəyişim mi olacaq? Fərqli bir struktur mu formalaşacaq? Yoxsa əgər bu şərtlər heç bir qəbul olunmayacaqsa, növbəti fazada artıq Amerika Birləşmiş Ştatları, İsrailin daha sərt zərbələri ehtimalı da var. Bu zaman İranı nə gözləyə bilərsiniz? İranın siyasi hakimiyyətinin meydanda qalıb qalmaması ən əsas şərti uranın zənginləşdirilməsindən imtina etməkdir. Yəni, bu bütün digər şərtlər ikinci dərəcəlidir.
birinci məsələ İranın uranın zənginləşdirilməsindən imtina etməsi və zənginləşdirilmiş uranı təhvil verməsidir. Və düşünürəm ki, növbəti görüşdə İran buna razılığını verəcək. Yəni, buna razılıq verməzsə, qalan digər şərtlər heç bir əhəmiyyət daşımır. Qalan, tutaq ki, iqtisadi məsələlərlə bağlı şərtlər və s. bütün bunlar ikinci dərəcəlidir və Amerika Birləşmiş Ştatlarını o qədər də narahat etmir doğrusu. Birinci məsələ nüvə silahı ilə bağlıdır və o bütün danışıqların da, müharibənin də əsas səbəbi odur. Və ona görə düşünürəm ki, əgər İran yenidən şantaj yolda davam etsə, Amerika Birləşmiş Ştatlarını şantaj eləmək fikrinə düşsə, o zaman müharibə yenidən başlaya bilər. Və müharibənin başlaması da heç də İranın xeyrinə olmayacaq. Çünki onsuz da hərbi cəhətdən zəifləmiş bir dövlətin üzərinə yenidən hərbi hücum baş verərsə, bu İran dövlətinin ümumiyyətlə hər hansı bir müqavimət gücündən, istənilən ən minimum səviyyədə olan müqavimət gücünün də məhv edilməsinə gətirib çıxara bilər. Və bu təkcə hərbi müqavimətin sındırılması ilə başa çatmayacaq ki, müharibə nə qədər uzun müddət davam edirsə, iqtisadiyyat da bir o qədər çökür. Və vətəndaşlar arasında, yerli əhali arasında narazılıq da o qədər artır. Və nəticədə İran hakimiyyəti öz cəmiyyətinin gözündə də öz zəifliyini göstərmiş olacaq ki, İran hakimiyyəti bunu istəmir əslində ki, 90 milyon əhalinin qarşısında özünün çıxılmazlığını göstərsin, çıxılmaz vəziyyətdə olduğunu bildirsin. Və ona görə də düşünürəm ki, İran hakimiyyətinin yeganə çıxış yolu bu irəli sürülən və ya müzakirə olunan ondan çox şərtlərdən birini, ən azı birini, nüvə silahı ilə bağlı, uranın zənginləşdirilməsi ilə bağlı olan məsələni olduğu kimi Amerika Birləşmiş Ştatlarının təklifində verildiyi, göstərildiyi kimi qəbul etməkdir. İndi bu sabah aydın olacaq, uzağı bürsü gün aydın olacaq ki, İran danışıqların növbəti mərhələsinə hansı cavabla gəlib. Və bunu da hətta son danışıqlar zamanı Amerika Birləşmiş Ştatları biraz da yumuşaltdı və dedi ki, ən azı 20 il müddətinə uranın zənginləşdirilməsindən imtina etmək haqqında öhdəlik götürməlidir İran. Əvvəl demişlər bir dəfəlik, həmişəlik, indi dedilər ən azı 20 il müddətinə. Yəni, İran isə tələb edir ki, bu 5 il müddətinə olsun. Yəni, İranda düşünürlər ki, 5 il müddətinə Donald Trump müddəti bitəcək və daha sonra Amerika prezidenti olacaq şəxslə bəlkə münasibətlər başqa cür davam edə bilər. Amma mən belə düşünmürəm. Düşünürəm ki, bu Donald Trump'ın şəxsi mülahizəsi deyil bu tələblərin irəli sürülməsi. Bu, Amerika Birləşmiş Ştatlarının maraqlarıdır. Və prezidentin kim olmamasından asılı olmayaraq Amerika Birləşmiş Ştatlarını, eləcə də əslində bütün dünyanı bu narahat edən məsələ olmalıdır, uranın zənginləşdirilməsi problemi. Ona görə də aydın məsələdir ki, 5 il müddəti də Amerika qəbul etməyəcək. 20 ilə 5 il arasında hər hansı bir bəlkə ortaq məxrəcə gəlinə bilir və yaxud bəlkə 20 ili qəbul edəcəklər İran tərəfi. Bunu tezliklə görəcək. Amma mən elə gəlir ki, İranın bu təklifi, tələbi qəbul etməmək şansı da yoxdur. Güc, potensial, itkilər, məruz qaldığı vəziyyət hər şey göstərir. Bəli. Əgər əlində qalan məhdud imkanlarla da müqavimət göstərəcəksə, o deməkdir ki, hər şeydən o imkanları da itirə bilər. O imkanlar da demək olar ki, sıfıra endiriləcək. Hər halda bu artıq rejimin özünü verə biləcəyi qərardır. Yəni son addımda nələr olacaq, nə baş verəcək, amma böyük gözləntilər, böyük ehtimallar siz dediyiniz o məqamların üzərində konkret gələndə görünür ki, şərtləri qəbul etmək ölümə bərabərdir. Yəni intihar variantı, ölümcül vəziyyət və bugünkü İran rejimini gözləyən durum situasiyalar hazırda bunlardan ibarətdir. Nə qədər o emosiyaları yüksək tutmağa, insanlara əvəz Əslində bilirsiniz, heç kim, o cümlədən Amerika Birləşmiş Ştatları, İran dövlətinin süqut etməsini istəmir. Yəni, çünki dünyada hər hansı bir dövlətin çökməsi, parçalanması, dağılması milyonlarla, 10 milyonlarla insanın həyatına çox əlavə böyük problemlər mənfi təsir göstərir. Ona görə də söhbət İranın dövlət kimi mövcudluğundan getmir.
nə Avropa, nə Amerika, nə Körfəz ölkələri İran dövləti üçün təhdid deyil. İran dövlətinin apardığı siyasətə qarşı bu addımlar atılır. Sadəcə həmin siyasətin daha beynəlxalq qanunlara və məntiqə və o cümlədən etik qaydalara uyğunlaşdırılması tələb olunur. Və İran hakimiyyəti bunu etməlidir. Heç kim İran rejimini devirmək məqsədi qoymayıb. Demokratik modelə üstünlük verməli. Nəinki belə vəhşicəsinə qanunlarla insanları zülmlərə, işgəncələrə. Yəni heç bir dövlətdə bu gün belə bir ənənə demək olar ki, qəbilə qanunları var. Etiraz nümayişlərinə görə 10 minlərlə adamın öldürülməsi dünyada heç bir ölkədə, ən geridə qalmış ölkədə belə, ən despotik rejimlərdə belə müşahidə olunmur. Bəli, 10 minlərlə insan qətliama məruz qalır və olduqca dəhşətli mənzərədir. Bugünkü proseslərdə qardaş Türkiyənin də addımları, açıqlamaları, mövqeyi olduqca böyük diqqət çəkir. Türkiyə hər zaman xüsusilə bölgə ölkələrində, regionda, dünyanın hər yerində sülhün tərəfdarı olub, daim bu müharibələrin dayandırılmasına yönəlik çağırışlar edib. Amma vəziyyət bəzən elə bir həddə dərəcəyə gəlib çatır ki, Türkiyə hakimiyyətində də o yüksək vəzifəli şəxslər vəziyyəti daha sərt və kəskin şəkildə qınamaq və tənqid etmək məcburiyyətində qalırlar. Çünki görürlər ki, bu müharibələr indiki məqamda Türkiyənin yaxınlığında daha çox müşahidə olunur. İstər Suriyada baş verənlər, Livan ətrafında yaşananlar, İranın daxilində bugün yaranmış vəziyyət. Türkiyə ictimaiyyətinin, Türkiyə xalqının buradakı yanaşması, həssasiyyəti daha çox başa düşüləndə, anlaşılandır. Çünki onlar uzun illər Suriyadakı baş vermiş böhrandan bir xeyli əziyyət çəkdilər. İndi bunun yenidən bir dalğasının baş verməsini, İranda belə bir effektin ortaya çıxması Türkiyəyə də böyük təsirlər gətirə bilər. İsraillə də gərginliklər çoxdur, yəni bu da bəllidir. Bizim isə ən böyük mövqeyimiz, istəyimiz bundan ibarət ki, bu gərginlik azaldılsın. Amma konkret son vəziyyətdə Türkiyə və İsrail hökumətlərindən bir-birlərinin ünvanlarına edilən sərt çağırışlar, çıxışlar, açıqlamalar. Bugünkü vəziyyət etibarilə bu situasiya, bu durum yaranmış, belə deyək, amillər, yəni qarşılıqlı olaraq səsləndirilən ifadələr yekunda nəyə gətirib çıxara bilər? Hətta bəzi ekspertlər, mütəxəssislər var ki, bu möcüzə görünür, mümkünsüz bir senaridir. Türkiyə-İsrail müharibəsi və ya hətta Türkiyənin İranda baş verən hadisələrə müdaxiləsi ehtimallarından da bəhs edənlər tapılır. Nədir? Sizcə bu ehtimallara baxsaq, bu hansı şərait ola bilər? Bunun olmaması üçün nə var? Nə baş verməlidir? Bu cür mülahizələrin heç bir əsası yoxdur. Türkiyə və İsrail bir-birinə qarşı nə qədər sərt bəyanatlar səsləndirsələr də, hər iki dövlət dünyada siyasi sistemin necə işlədiyini yaxşı bilir. Və sərt bəyanatlar ola bilər, hansısa iqtisadi deyək ki, məhdudlaşdırmalar bir-birinə iqtisadi məhdudiyyət yaratmaq cəhdləri ola bilər. Amma heç zaman bu münasibətlər qaynar fazaya, yəni müharibə fazasına keçməyəcək. Çünki həm Türkiyə, həm İsrail bölgədə davamlı sülhün olmasında maraqlıdır. Yəni onların həyati maraqlar davamlı sülhlə bağlıdır. Eləcə də İranla bağlı hadisələrdə Türkiyənin mümkün qədər barışdırıcı mövqedə dayanmasını biz müşahidə edirik. Ümumiyyətlə, Türkiyə Cumhuriyyəti yarandığı gündən bu günə qədər heç bir müharibəyə aktiv şəkildə qoşulmayıb. Liviyaya müdaxilə edib, çünki orada da məhz ədaləti bərpa etmək naminə BMT-nin qəbul etdiyi qətnamə çərçivəsində Liviyaya daxil olub Türkiyə hərbi qüvvələri və Qarabağ müharibəsində Azərbaycana siyasi və mənəvi dəstək verib. Və bu da onun haqqıdır. Yəni, eləcə də İsrail Həmas qarşı durmasında Qəzza əhalisinə dəstək verib. Bu da onun haqqıdır. Yəni, bundan o tərəfə keçəcəyinə, hadisələrin İsrail ilə Türkiyə arasında müharibə fazasına keçəcəyi üçün heç bir əsas yoxdur və heç bir tərəf bunda maraqlı deyil. Eləcə də İran-Türkiyə münasibətlərinə baxsaq, əslində İran hər zaman Türkiyəyə qarşı siyasət yürüdüb. Amma Türkiyə öz tərəfindən həmişə İranda sakitliyin, sabitliyin təmin olunmasında maraqlı olduğunu nümayiş elətdirib. Və ona görə də
Türkiyə ərazisində olan NATO bazasından İrana qarşı istifadə edilməsinə icazə verməyib. Heç 2090-cı illərdə də, 2000-ci illərdə də İraqa qarşı edilən hücumlarda da, Amerika Birləşmiş Ştatları tərəfindən edilən hücumlarda da Türkiyə Respublikası öz arasından istifadə etməyə icazə verməyib. Ona görə də Türkiyənin nədəsə günahlandırmaq qeyri-mümkündür. Və eyni zamanda Türkiyə ilə İsraili qarşı-qarşıya gətirmək istəyən qüvvələr də var. Əlbəttə, elə dövlətlər var ki, onlar düşünürlər ki, əgər İsrail və Türkiyə arasında xoşməramlı münasibətlər bərqərar olarsa, bu onların bölgədəki hegemonluğuna müəyyən dərəcədə mənfi təsir göstərə bilər. Və ona görə də onlar Türkiyə ilə İran arasında münasibətləri gərginləşdirməkdə hər zaman maraqlıdırlar. Bəli. Burada bir məqamda var. Türkiyənin hadisələrə, İranla bağlı proseslərə iştirakı, mövqeyi və gələcəkdə yarana biləcək şəraitə uyğun müdaxiləsi ehtimallarından da bugün bəhs olunur. Suriyada sərhədlərinin yaxınlığında bir təhlükəsizlik çətiri və zolağı yaratmaq üçün Türkiyə oradakı proseslərə müdaxilə etmək məcburiyyəti hiss etdi. İranda belə bir Suriya modelinə yönəlik hansı bir proses və ya təhdidlər, təhlükələr artacaqsa, orada müxtəlif variantlardan danışılırdı. Xüsusilə də Kürd silahlı birləşmələrinin əllərindən müəyyən bir daha çox texniki imkanların, silah arsenalının gücləndirilməsi, artırılması. Yəni orada da müəyyən bir Türkiyə əleyhinə, Türkiyəni narahat edəcək proseslər biz gördük. Türkiyə gələcəkdə bu kimi təhdidlərin artmasını nəzərə alıb hər hansı bir müdaxilə, hər hansı bir proseslərlə bağlı fəaliyyətə keçə bilərmi? Yəni bunların özü də bugün sual yaradır və dünya ictimaiyyətinə baxsaq bunu görürük. Türkiyə-İran məsələsinə, İran müharibəsinə bugünkü gedişatda buna ehtiyac yoxdur. Amma gələcəkdə bu ehtiyac hansı zərurət, hansı belə deyək, şəraitdə doğacağı təqdirdə Türkiyə bunu edə bilər və ümumiyyətlə edəcəyi təqdirdə o zaman hansı ssenarini üzləşə bilərik? Heç nə istisna etmək olmaz, amma bunun üçün real münbit şərait yoxdur. İranda yaşayan Kürdlər, İraqda yaşayan Kürdlərdən fərqlidir. Yəni, bu yaxın şərq üzrə mütəxəssislərin dediklərinə görə, onların təhlillərinə görə İran arasında yaşayan Kürdlərin siyasətə, həyata, iqtisadiyyata baxışları, ümumiyyətlə dünyaya baxışları İraq ərazisində yaşayan Kürdlərdən fərqlidir. Və bəzi məqamlarda belə bir informasiya yayılmış ki, güya Amerika Birləşmiş Ştatları İranda yaşayan Kürdlərə silah göndəriblər ki, onlar İran hakimiyyətinə qarşı ayağa qalxsınlar və s. Amma bunun da doğru olduğuna inanmıram. Çünki İranda yaşayan Kürdlərin silahlı dəstələri həmişə olub. Yəni, bu müharibə təhlükəsi heç olmadığı illərdə də olub. İranda yaşayan digər etnik qruplaşmalar, Bəluclar da Pakistandan hər zaman qidalanıblar silah baxımından. Bu rəsmi və ya qeyri-rəsmi bunu biz bilmirik və bu maraqlı deyil. Amma əsas məsələ odur ki, İran ərazisində yerləşən etnik qrupların özlərinin gizli şəkildə yaratdığı müəyyən silahlı dəstələr var. Amma onlar hakimiyyəti devirmək iqtidarında deyillər. Yəni, o dərəcədə güclü deyirlər. Və bu müharibənin gedişində əlbəttə hesablardan biri də elə onların üzərində qurulmuşdur ki, bəlkə İrana qarşı müharibə baş verərsə, həmin qruplar ölkəyə dövlət rəhbərliyinə qarşı silahlı üsyan qaldırıb hökuməti rejimi devirə bilərlər. Amma onlar da çox güman ki, öz yüzlərini hesabladılar və gördülər ki, hələ o an yetişməyib, hələlik dövlətin repressiv maşınlarına qarşı onların kifayət qədər gücü yoxdur. Və ona görə də onlar vaxtından tez üzə çıxıb özlərini qurban vermək istəmədilər hər halda. Amma bildiyimiz kimi Kürdlər İranın şimal-qərbində məskunlaşıblar da. Şimal-qərbindən üzü cənuba doğru. Və Türkiyə nə zaman müdaxilə edə bilər? O zaman müdaxilə edə bilər ki, orada Kürdlər hər hansı bir qurum yaratmaq iddiasında olsunlar. Və çünki bu torpaqlar əslində Türk torpaqlarıdır, Azərbaycan ərazisidir. Və əgər Kürdlər orada hansısa bir siyasi qurum, dövlət qurumu kimi, kvazi dövlət bir qurumu yaratmaq istəsələr, şübhəsiz ki, bu Türkiyənin birbaşa maraqlarına ziddir. Çünki Türkiyənin sərhədi, düz sərhədində əlavə bir hansısa kvazi dövlətin yaranması
Türkiyə təhlükəsizliyi üçün böyük təhdiddir. Necə ki, İraqın, Suriyanın şimalında yaranmış olsaydı, necə YPG, PKK və s. kimi qurumların yaratdıkları paramilitarist qruplar, bu cür qruplar Türkiyə üçün təhlükədir və əlbəttə ona görə də Türkiyə bütün ssenarilər üzrə öz hazırlıqlarını bilirlər və əminəm ki, İranda yaşayan Kürdlər də bunu bilir və dərk edir ki, onlar belə bir şey yaratmağa cəhd etsələr, Türkiyə həm İran dövləti tərəfindən təzyiqlərə məruz qalacaqlar, həm Türkiyə tərəfindən. Ona görə də düşünmürəm ki, belə bir vəziyyət yaransın gələcəkdə. Hər halda bu da çox önəmlidir. Sizin bu qeyd etdiyiniz məqamlara baxsaq və ümumiyyətlə ətrafda gedən müzakirələrdə göstərir ki, hər bir ssenari mütləq ki, nəzərdən keçirilməlidir. Siz dediniz o nüanslar içərisində yüksək dərəcədə ola biləcəklər də var, baş verəcək hadisələr də var. Hər şey mümkündür, bilmək olmaz sabah necə olacaq, amma bütün bu ssenariləri faiz etibarilə götürsək, sonda o qeyd etdiyiniz kimi, təbii ki, bu gücü mütləq ki, nəzərə almalılar. Türkiyənin imkanları, Türkiyənin regionda oynadığı rol, ən azı Türkiyə bunu bir neçə dəfə təqdim edib, bu nümunələri sərgiləyib. Suriya modeli, İraqda baş verənlər, yəni Suriyada, İraqda və digər region dövlətlərində buna Türkiyə göz necə öz təhlükəsizliyini təmin edirsə, lazım gəldiyi halda İran ərazisindən təhlükə gözlənildiyi anda da İran ərazisində həmin əməliyyatlar keçirilir. Orada o milyonlarla Türkün talihindən söhbət gedir. Gün Azərbaycan, hətta orada Azərbaycan artıq iştirak etməyinə ehtiyac olur. Şuşa bəyannaməsi və s. Təşəkkür ederiz Cavanşir bəy. Studiyamızda oldunuz. İnsanlarımızı, cəmiyyətimizi, mən deyərdim, Türk dünyasında hər kəsi düşündürəcək ən aktual məsələlərlə bağlı sualları və konkret olaraq baş verən məqamları aydınlaşdırmağa çalışdıq. Bu vaxt ərzində bizimlə birlikdə olduğunuz üçün minnətdarıq. Çox sağ olun, mən minnətdarım. Belə, dəyərli izləyicilərimiz, gündəm masada verilişinin bugün olan növbəti canlı yayın buraxılışı da yekunlaşır. Studiyamızın dəyərli qonağı millət vəkili Cavanşir Feyziyev ilə birlikdə region və dünya üçün ən önəmli bugün hadisələrin cərəyan etdiyi İranın yaxınlığı, ətrafı və bu olayların növbəti mərhələdə gətirə biləcəyi bir çox təsirlər, proseslər barəsində müzakirə etməyə çalışdıq. Və yekunda sonuna dək bizimlə birlikdə olan dəyərli seyircilərimizin hər birinə təşəkkürümüzü bildiririk. Yayımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın ki, daim baş verənləri, gerçəklikləri daha geniş auditoriya Media Türk TV vasitəsilə izləyə bilsin. Təxminən isə saat 17:00-dan etibarən daha bir buraxılışımız olacaq. Yenidən görüşəcəyik. Gözünüz Media Türk TV-də olsun. Kəlbəcərin möcüzəsi, təmiz havası, sərin bulaqları, min dərdə dəva çiçəkləri, əzəməti, enerjisi ilə Bakıya gəlib. Kənd Baba Kəlbəcər balını sizə yollayıb. Kənd Babanın Kəlbəcər balı Duty Free-nin, Port Bazarın bəzəyidir, balların şahıdır. Kənd Baba Kəlbəcər təbiətinin ürəyindən süfrənizə süzülən ruhdur. İndi sifariş edin. Vallah, əsl Kəlbəcər balı hər zaman tapılmır.